Müsahibim Vəkil Aslan İsmailovdur. Studiyamıza xoş gəlibsiniz. Sağ olun. Bugünkü mövzumuz maliyyə amnistiyasından bağlıdır. Azərbaycanın Vergilər Naziri Fazil Məmmədov ölkədə maliyyə amnistiyası tətbiq ediləcəyi ilə bağlı bəyanat veribdir. Sizcə bu mümkündürmü? Bu mümkündür və lazımdır. Mən bilirəm ki, maliyyə amnistiyasının əleyhdarları çoxdur. Əhalinin əksəriyyəti yəqin ki, onun əleyhinə olacaq əgər bir sorğu keçirilsə. Orada da başa düşürəm. Ona görə ki, mən içi qarışıq bir qrup şəxs bizim hamımızın haqqımızı yeyib. Bizim hesabımıza milyonlarla, milyardlarla özlərinə sərvət toplayıblar və eş işrətlə məşğuldurlar. Eyni zamanda haqqı yeyilənlərin əksəriyyəti bir tikə çörəyə möhtacdır. Amma bununla belə, əgər çıxış etsək ki, məsələn, mənim və mənim kimi haqqı yeyilənlərin marağından, biz maraqlı olmalıyıq ki, bu amnistiya olsun. Nə üçün? Ona görə ki, o pullar xaricdədir. Və o pullar, istənilən pul, haradasa da özünə qazanc gətirir, iş yeri açır, istehsal artırır. O pullar faydasını xarici dövlətlərə verir. Azərbaycan dövləti kimə ki bu pul mənsubdur, bu pullardan yararlana bilmir. Bu birinci tərəfi. İkinci, yenə qeyd edirəm, o pullar amnistiya deyək, aktı əsasında Azərbaycana qayıdandan sonra Azərbaycanda yüzlərlə, minlərlə istehsalat sahələri açılacaq. Maaşlar, vergi yığımı böyüyəcəkdir. Bu baxımdan da lazımdır. Yəni, birinci növbədə Azərbaycan dövlət marağı və bu dövlətdə yaşayan vətəndaşların marağı tələb edir ki, Azərbaycanla uğranmış pullar qayıtsın. Amma bu qanunvericilik daxilində. Qanunvericilik daxilində olmalıdır və elə pulu qaytaranlar da heç vaxt elə belə qaytarmaz. Bunun başqa müsbət tərəfi nədir? Bu günlərin Azərbaycanda qeyri-şəffaf bir iqtisadiyyat sahəsi var. Və bu pul sahibləri, bu pulları ölkəyə qaytarandan sonra bunlar özləri öz aralarında rəqabətin olmasını təmin edəcəklər. Ki, rəqabət olsun. Heç kimin haqqını yeməsin. Onun üçün artıq bunların pulları da işləyəcəkdir. Ayrı-ayrı sahibkarlar deyil ki, başına vurub pulun əlindən alırlar. Ona görə Fazil Məmmədov elan edir ki, pul qayıtsın. Mən izah elədim birinci bölümü ki, bu biz vətəndaşlar üçün lazımdır, ölkəmiz üçün lazımdır. Bu lazımdır, həm də oğru məmur əliqalıqlar üçün. Ona görə ki, bu xaricdə yerləşən o pulların taleyi necə olacaq, bunlar ona əmin deyil. Ona görə ki, bunlar bilir ki, dünyada çirkli pullar axtarılır və həm də gözəl bilir ki, bu pullar çirkli pullardır. Və pulu onlar legallaşdırmaq istəyir. Dünya artıq çox kiçilibdir. Əvvəlki kimi deyildi ki, hansı adalarda pul gizlədir və Azərbaycanların anlayışı yoxdur. Məsələn, son dönəm mətbuatı izləyirsinizsə da, kimin harada nə əmləşər artıq çıxır. Artıq dünya da o qərara gəlibdir ki, pullar paylaşmalıdır. Bir qism insanın arasında pul yığılması dünyanın inkişafını dayandırır. Ona görə elə istəyirlər pullar dağılsın. Pullar dağılmaq üçün də şəffaflıq qanunvericiliyi olmalıdır. Çirkli pulların qarşısı alınmalıdır. Və bu məmur aydaqlar bilirlər ki, bir gün həmin pullarsız qala bilərlər. Ona görə onlar da maraqlıdır ki, pulları gəlsin. İndi bu iki marağı necə tutuşturmaq lazımdır? Biz də istəyirik gəlsin, onlar da istəyir gəlsin. Amma bu da Azərbaycanda sorğu keçirsək, pulların qayıtmağını istəyənlərin əksəriyyəti deyəcəkdir ki, o pulların vergiləri var idi, ən azı 20-30% arası. O vergilər ödənməlidir. Mənim oğurlanıbdır, mənim haqqım yeyilib, o ödənməlidir. Biz bu şərtləri irəli sürsək, o pullar qayıtmayacaqdır. Ona görə ki, pulu qaytaran da maraqlı olmalıdır. Azərbaycan üçün yenə deyirəm, tam simvolik 1% eləyib, yəni bütün o məbləğdən bircə faiz dövlət nəfinə tutub qalanını qayıtsan Azərbaycan üçün xeyirlidir. Amma bu ədalətsizdir. Ona görə burada bir
ədalətsizlik və ədalət arasında bir qovuşma nöqtəsi tapmaq lazımdır. Hesab edirəm ki, tutulacaq pul faizi elə olmalıdır ki, həm bizim vətəndaşların o aqressiyasını azalda bilsin. Yəni biz desək ki, vecinəsiz gəlsin, pullar bura qayıtsın. Hərçənd ki, mən deyirəm ki, mənim də haqqımı yeyiblər, ondan razıyam ki, heç tutulmadan da pullar ölkə qayıtsın. Amma əksər vətəndaşlar öyle fikirləşmir. Ona görə hesab edirəm ki, təxminən 10%-ə qədər maksimum bu tətbiq olunsa pullar qayıda bilər. Ondan artıq sizi əmin edirəm ki, o pullar qayıtmayacaqdır. 10%-də diferensiyasiya olunmalıdır. Yəni, ya 1 milyard qayıtmağınla 1 milyon qayıtmağının ikisindən 10% tutulmaq olmaz. Ya 1 milyon qaytaran adama 1% tətbiq olunlar. 10 milyon qaytaran adama 3% tətbiq olunlar. 100 milyon qaytaran adama 5% tətbiq olunur. Təxmin edirəm, yəni bir bölüm olmalıdır. Necə yəni bölüm olmalıdır? Çünki vergi öhdəliyi var da, yəni biznesmenlərin, sahibkarların, indi hətta bunlar, yəni bu oliqarxlar qanunsuz olaraq bu pulları qazanırlar. Bu bəlli danışır. Məsuliyyəti də var idi, hüquqi məsuliyyəti də var idi. Heç olmasa bu hüquqi məsuliyyətdə maliyyə ilə örtmək lazımdır ki, bir ədalət olsun. Məsələn, deyək ki, elə insanlar var ki, onların mülkləri əlindən alınıbdır, zorla əlindən alınıbdır. Məhkəmə qərarları var, yenə əlindən alınıbdır. O başqa şey. Yəni, bax, bu hüquqi məsuliyyətini, vergi məsuliyyətini bir ədalətə salmaq mümkündürmü ki, deyirsiniz indi 10%. Vergi məsuliyyəti ən azı əlavə dəyər vergisi 18%-dir, düzdür? Bəs bunun hüquqi məsuliyyəti var, bu qanunu da pozubdur axı. Tapdıq mənim, gəlin danışaq belə. Əmlakları əllərindən qeyri-almış şəxslərin buna aidiyyəti yoxdur. O başqa məsələ. Bu, Azərbaycanda məhkəmə sisteminin olmaması ilə bağlıdır. Ona görə ki, mən məşğul olduğum zülfüqarı qardaşlarını 9 milyon bilir ki, bunların əmlaklarını əllərindən Ramiz Mehdiyev bəylər ayıb evalıbdır. Bunu hamı bilir. Yəni, tam amma məhkəmə sistemi olmadığından biz bunu qazana bilmirik. Məsələn, bu iş həmin elə zülfüqarı qardaşlarının 2 ildir mən məhkəməni keçə bilmirəm ki, biz Avropa məhkəməsinə müraciət edək. Bu başqa məsələdir. Bu həmin o söhbət amnistiya gedən maliyyə ilə bağlı deyil. O hansı ki maliyyə toplumu amnistiya məruz qalmalıdır. Onunla bağlı bu söhbətləri biz qaldırsaq, ki oradan vergi ödənməliydi, oradan kömür rüsumu ödənməliydi, burada qanunsuz rüşvət almalı, işte o ödənməliydi, o pullar qayıtmayacaqdır. Bu qanun çox bəsit, çox konkret və pulu qaytaracaq adamları həm qarantiya edən, həm qane edən bir qanun olmalıdır. O qanun, mən yenə deyirəm, yeni bir gələcəkdə rüşvət mənbəyi yaranmasın deyə bir daha təşkil edirəm. Konkret, bəsit və şəffaf keçirməlidir o mexanizmi. Ona görə ki, istənilən başqa halda o pullar qayıtmayacaqdır. Bu bir. İkinci, ölkə daxilində çoxlu əmlaklar deyək, oliqarxların öz adına yox, qoyan əqrabanın, tanınmayan, həmin o zülfüqarı qardaşların əmlakları verişdən olan bir gəra adlı çobanın adına edir. Çobanın xəbəri yox o da əmlakda. Ona görə biz bu məsələləri qoyub qəlizləşdirsək, həmin şəxslərin məsuliyyət məsələsini qoysa, o pullar qayıtmayacaqdır. Bir mənalı bütün məsuliyyətlərdən azad olunmalı və yenə dediyim kimi, həmin adamlar pulun buraya qaytarılmasından maraqlı olsunlar deyə təxminən ən çoxu mən hələ deyirəm ki, 10%-ə qədər tutulma ilə ola bilər. Azərbaycan Respublikası kütləvi informasiya vasitələri haqqında qanuna görə, qarşı tərəf burada olmadığına görə biz qarşı tərəfin obyektiv televiziyası, qarşı tərəfin cavab hüququnu tanıyırıq və onların fikrini defrə verməyə həmişə hazırıq. Və qeyd edim ki, qarşı tərəf burada olmadığına görə xahiş edirəm ki, yəni qarşı tərəflə bağlı ittihamlar deməyin. Azərbaycan Respublikasının qanunu. Bu artıq illərdir davam edir və qarşı tərəf də bunu gözəl bilir. Sizə sualım belədir. Ümumiyyətlə, bir qayda olaraq iqtisad elmi də bunu təsdiq edibdir. Marksın Kapital əsəri də təsdiq edibdir. Oliqarxlar siyasi hakimiyyətlərlə bağlı olur. Belə deyək ki, qanunun siyasi hakimiyyətlərin göz yumması nəticəsində pozurlar. Bax, belə olan halda siyasi hakimiyyətin məsuliyyəti müəyyən edilmədən
bu pullara amnistiya verilməsi nə dərəcədə real ola bilər? Çünki qanunun bunların gözünün qarşısında pozubdur. Bugün də amnistiyanın elan edilməsi onu təsdiq etmək deməkdir. Bax, Taftıq müəllim, çox belə bugünkü gün üçün aktual bir məsələləri toxundunuz. Mən baxlarım, təkrar edirəm, mənim verdiyim təklifdə ədalətsizlik var. Və ədalətsizlik nədən ibarətdir? Bunlar bu pulları uğurlayıblar, biz də bilirik, onlar da bilir ki, uğurluq puldur. Ona görə amnistiya tətbiq etmək istəyirlər, legallaşdırmaq istəyirlər. İki yolu var. Ya qəti razı olmuruq və deyirik ki, onların məsuliyyət məsələsi həll olmalıdır. Necə ki, bizim o ənənəvi müxalifət daimi deyir ki, biz sizi dar ağacından asacağıq və pulları alacağıq. Mən sizə əmin edirəm ki, hər müxalifət bu yolu tutmur, biraz başqa yol tutsa, bəlkə hadisələr bu cür cərəyan etməzdi. Ona görə ki, sən deyəndə ki, mən səni dar ağacından asacağım və bugün hakimiyyətdə olanlar 250-lik, 550 həmin o hakimiyyətdən yapışacaqlar ki, onsuz da ölümdür qarşıda. Ona görə iki yol var. Bir, islahat yolu, bir, inqilab yolu. Mən daimi təşkil etmişəm və bu gün də təşkil etmişəm ki, mən heç bir inqilabların ölkəyə xeyir gətirəcəyini görmürəm. 21-ci əsr inqilablar əsri deyil. 21-ci əsr hamı üçün sərfəli olan islahatlar əsridir. Bunu hakimiyyət birinci növbədə anlamalı və bu yolu seçməlidir. Vətəndaşlar da bunu qəbul eləməlidir. Ya biz gedəcəyik ki, burada vətəndaş müharibəsi düşəcək, kısa bir şeydir, və İsmailli bu hadisələri oldu. Bağlarını, evlərini yandırdı. İstənilən inqilab bu 9 milyonluq Azərbaycanı bir məşələ döndərəcəkdir. Hər yerdə yanacaq, hər yerdə yanacaqdır. Onun qarşı salınması üçün müxalifət düşərgəsində olan siyasətçilər də bir gün hakimiyyətdə təmsil olub, bizim haqqımızı tapdalayıb, haqqımızı öğrenənlərə bir mesaj verməlidir. Yəni, onlara bir çıxış yolu qoymalıdır ki, bəli, biz bu danışığa gedirik. Maliyyə amnistiyasını qəbul edirik, amma bu şərtlə ki, gələcək islahatlar olsun, normal bələdiyyə seçkiləri olsun, normal parlament seçkiləri olsun, normal prezident seçkiləri olsun. Bir də mən dəfələrlə deyirəm, yenə onu təşkil eləmək zorundayım. Dünya artıq uzun illər bu hakimiyyət bölgüsü idarə etmək üzərində işləyir və bu demokratiya modelini artıq icad edir. Bu, əlbəttə ki, ən yüksəyi deyil. Bəlkə bundan sonra hansısa modeller yenə icad olunacaqdır. Amma bugünə olan dünyada bundan inkişaf etmişi yoxdur. Bundan bütün cəmiyyətin qane edicisi yoxdur. Sadəcə buna əməl etmək lazımdır. Ölkədə olan maliyyə böhranı, iqtisadi problemlər, kömürü, vergisi, məhkəmə hakimiyyəti, hamısının həllinin bir qısa yolu var və bir yolu var. O da azad seçkidən gedir. Cəmiyyət öz fikrini azad etməyincə və cəmiyyəti idarə edəcək qüvvələrin hakimiyyət strukturlarının formalaşmasında iştirak etməyincə heç vaxt cəmiyyətdə rahatlıq olmayacaq, stabillik olmayacaq. Bugünkü stabillik yenə o qərimsarlıqda da stabillikdir, tam sakitlik, amma ölü cəmiyyətdir. Amma bugünkü cəmiyyətin, bugünlərimcə hakimiyyətin dediyi ki, bir stabil cəmiyyətdir, mən sizə əmin edirəm. Bir qığılcımla bu cəmiyyət bu ölkə xaosa dönə bilər. Vergilər Naziri bəyan edib ki, belə bir akt hazırlanır, belə bir sənəd hazırlanır, belə bir amnistiya üçün. Sizin fikrinizcə bunu idarə etmək, hökumət hazırlamalıdır, yoxsa parlament qəbul etməlidir? Bu qanunvericiliyin işlənməsi, ümumiyyətlə bu sənədin işlənməsi hansı formada olmalıdır? Hansı hakimiyyət qolu hazırlamalıdır? Kimlərin iştirakından hazırlamalıdır? Burada əsasən kimlər təkliflə, təşəbbüslə çıxış etməlidir? Bax, bunun hüquqi yolu nədir? Bilirsiniz, yenə deyirəm, bizim konstitusiyanın da elan edildiyi və beynəlxalq aləmdə qəbul olunmuş idarə etmə sistemi var. 3 hakimiyyət qolu, qanunvericiliyi hakimiyyət parlament qismində, icra hakimiyyət bizdə prezident qismində, bir də ki, məhkəmə hakimiyyəti məhkəmə qismində. Və bunların birinin digərinin işinə qarışması olmamalıdır və qanunvericiliyi olmalıdır ki, bu üçünün biri digərinin qanunsuz əməlində çəkindirməlidir.
Eğer Azerbaycan'da konstitusiyada tespit olduğu kimi olsaydı hiç bu sual meydana çıkmazdı ki bu kanunu kim hazırlamalı? Yani bu hakimiyetin adının özünden kanunvericiliği hakimiyetinin bellidir ki bunu parlament etmelidir. Ama bir Azerbaycan bədbəxtçiliyi ondadır ki bizim Azerbaycan parlamenti yaxud da ki mandat algıları əsasında formalaşmış parlament artık bunu bütün dünya bilir. Biz illərlə deyirdik, kabul olunmurdu. Ama indi bütün dünya bilir ki Azerbaycan'da parlament tayinatlandı ve tayinat da öyle böyle değil. Yani tayinatın da öz değeri kıymeti var. Yani bir aksiyon fasıl var. Yine de Güler hadisesi gösterdi. Biz bunu diyebilmeliyiz. Yani biliyorsunuz öyle şeyler var ki onun subutuna da ihtiyaç yok. Bu görülen dağa ve bələdçi bu bellidir. Ama Azerbaycan'da mevcut vəziyyət elədir ki, Azerbaycan parlamenti sadece notarius vəzifəsini icra edir. Ama notariusun da bizim parlamentten hüququ daha çoxdur. Ona görə ki, notarius bəzən sən gətirdiyin hər sənə təsdiq etmir. Notarius səndən əlavə təsdiq edici sənədlər istəyir ki, gətirib baxın, qanunu bilsəm onda təsdiq edəcəm. Amma parlamentdə heç bunu tələb edəcək qüvvə yoxdur. Siz o deputatlar bazen müzakirə gedəndə deputatların bəzən bağırtısını görürsünüz. Kəşf bunu prezident göndərib siz onunla nə müzakirə edirsiniz? Reallıqda da belədir. Fazil Məmmədovun çıxışını, məsələn, mən özüm kimi başa düşüm ki, bunu Vergilər Nazirliyi hazırlayacaq, qanun layihəsini göndərəcəklər, parlament öz adından qəbul edəcəkdir. Amma, yenə deyirəm, o qanunun da işləməsi üçün o qanun layihəsinin cəmiyyətdə müzakirəsi lazımdır. Ona görə ki, bu çox ağırlı bir mevzudur. Mən sözümün girişində sizə dedim ki, mən qəbul etdiyim kimi 9 milyon bunu qəbul etməyəcək. Kənddə yaşayan bir kəndçi üçün bunu eləyəndə deyəcəkdir, necə yəni, mənim pulmu öyrüyüb, aparıb xaricdə neçə illər şeirlənib, indi də gətirib burada rəsmiləşdirəcək. Onu sadəcə iqtisadiyyatdan, inkişafdan bir anlayışı olanlar başa düşərkən ki, bunu gətirməməyə ölkəmə ziyandır. Niyə? Ona görə ki, bir o pullar kimdədir? Bu hakimiyyəti təmsil edib bizi idarə edənlərdə. Və bunların pulları hansı hakimiyyətin ərazisindədirsə da, demək, bu məmurlar Azərbaycan hakimiyyətinə yox, o hakimiyyətə qulluq edirlər. Məsələn, bir mənim Azərbaycanda hamı bilir ki, bu məmur oliqarxların bir qisminin pulu Rusiyadadır. Ramiz Beytiye'ydi ve diğer Rusiya yönümlüler. Herhalde tam irəli sürməyək. Tam irəli sürməyək ama bu faktdır. Bir kısmı diğer başka Avrupa ülkelerindedir. Siz təsəvvür edirsiniz ki, bu məmurlar o ülkələrin əleyhinə hansısa fikir səsləndirə bilər. Onu deyir ki, hansı ölkələrdə köpüklər yerləşir, mən sizə əmin edirəm. Onların sabahlarım Azərbaycan hakimiyyəti ilə bir problemi yarananda həmin o məmura mesaj göndərirlər ki, sənin burada çirkli pulların var. Bunun talihi səni narahat etmirsə da, istədiyin eləyərsən. Yox, onda biz dediyimiz elə. Və həmin məmur belə eləyir. Ona görə ki, biz Azərbaycan vətəndaşı olaraq maraqlı olmalıyıq ki, onların pulları gəlsin buraya. Məmurlar da onda maraqlı olmalıdır. Niyə? Ona görə ki, bir onlar o pulların sahibi deyirlər. Amma birinci siyasi sistemə qiymət verilməlidir. Bu idarə etmə sistemi, bu oliqarx nərdivanını yaradıbdır da, belə başa düşək. Düzdür? İndiki idarə etmə sistemindən, indiki məhkəmə sistemindən, indiki parlament sistemindən bu nə yaradacaqdır? İqtisadiyyatı şəffaflaşdıracaqmı? Çünki belə deyək də, məsələn, mütəxəssislər belə deyirlər ki, parlamentin qəbul etdiyi qanunvericilik aktlarının böyük bir hissəsi, 90%, 80%-dən yuxarı, yəni prezidentin imzasından gəlir. Düzdür? Yəni özlərinin təşəbbüsü parlamentin təşəbbüsü. 80%, 90% düz deyil. Məhkəmə hakimiyyətindən bağlı beynəlxalq təşkilatlar, yerli çoxsaylı məsələn mətbuat, hamısı bəyan edir ki, əhalinin məhkəmə sisteminə inamı o qədər də yüksək deyil. Siyasi idarə etmə sistemi də bu oliqarxiya nərdivanını, piramidasını yaradılmasında, yəni ya təşəbbüsçü olubdur, ya göz yumubdur, ya da yəni marağı olubdur. Yoxsa böyle bu qədər, yəni xaricdə bu qədər pullar olmazdı, iqtisadiyyat bu qədər, yəni gizli iqtisadiyyat forması olmazdı. Onda belə bu siyasi hakimiyyətin məsuliyyəti nədir? İndiki idarə etməklə şəffaflıq yaranacaq. Mən bircə dəqiqə onda icazə verin, əgər bizdə biraz
sanki görüntü yaranır ki fikir ayrılığı var, aslında fikir ayrılığı yoxdur. Mən sizin dediyinizi biraz daha argumentli deyim. 3 hakimiyyət qolu var və mən bu gün deyirəm ki, bütün bu qolların hamısı boş söhbətdir. Bizdə bir hakimiyyət qolu var. O da prezident hakimiyyətidir. Yaradılmış sistem, bu nə məhkəmə sisteminin bu qurulduğu sistemdir, bu korrupsiya sistemi, nə parlamentin qurduğudur, bu icra hakimiyyətinin başdan ayağa qurduğu sistemdir. Və bu sistemlə dəyişir. Sizə başqa bir şey deyim. Həmin o korrupsiya sistemi daha da bir işləyir. Mənimki deyə qanunvericilik sistemi. Məsələn, bir günlərin Azərbaycan iqtisadiyyatına milyonlarla ziyan vura bilərsən. Məsələn, Heydər Əliyev prospektində 10 milyonlarla pul xərclədirlər, evləri üzdədilər. Bir gündən sonra çoxdular. Yəni, bu 10 milyonlarla Azərbaycana ziyan dəyib. Bir nəfəri cəzalandırmadılar. Amma sizə başqa şey deyim. Əgər həmin adamlar o, üzr istəyən ifadəyə görə xəzinəyə, o bir xəzinə ki var, hara haqqını ora çatdırır, yaxud katyolonlarını deyək, ora 1000 manat ora çatacaq puldan uğrasalar, onları məhv edərlər. Mən təxminən 4-5 il bundan qabaq Binəqədi rayon məhkəməsində 20 manat rüşvətə görə 26 yaşında olanı 3 il azadlıqda məhrum etmə cəzası verilmişdi. 20 manata görə. 200 min oğurlayırlar, bir də məsuliyyətə cavab olma yox. Məsələn, Nərimanov məhkəməsinin keçmiş sədri milyon alıb, mənə 5 qəpdir. Onu niyə eləmirlər? Niyə elədilər onu 20 manata görə? Ona görə ki, 20 manatı rəisindən gizlətmişdi, özü götürmüşdü. Rəisindən bölüşməmişdi. Məsələn, bu da hamısının dəqiq kimi paket alır, kimi faiz alır. Bir faiz alırsa da 20 manatdan 20 qəpiyə olundu. O artırma əl atmamalıdır. Əl atacaqsa da turbada olmalıdır. Bu icra hakimiyyəti sistemini sizə dedim. Parlament sistemidir, Gülər Əhmədov hadisəsi sizə subutdur. Məhkəmə sistemidir, bayaq siz dediyiniz yenə həm zülfüqarlılar işinlə bağlı olan bu rəhmətə getdi, hakim Ağababa familiyası yadımdan çıxdı, Nərman məhkəməsinin sədri. Siz onun videodakı danışığını görürsünüz, o öz etirazını bildirir, agresiyasını ortaya qoyur. Amma agresiyasını, etirazını ona görə ortaya qoymur ki, bunu məcbur elədilər, bu zülfüqarın qardaşlarını haqsız yerə tutdu, xeyr. O narazılığını o kəskin formada ona görə eləyir ki, 5 milyonu götürüb ona 5 qəpik verməyiblər. Yəni, onun haqqı ona çatmayıbdır. Bu birinci tərəfi. Məhkəmə hakimiyyəti ilə bağlı, mən bir məsələyə demişim, yenə təşəkkür edirəm. Ramiz Beytirdi, məhkəmə üzr istəyəm. Ramiz Rızayın məhkəmə hakimiyyətinin başında tez-tez ağzına gələni danışır. Amma mən sizin dünya praktikasını deyim. Qardaşım, dünyada elə bir ölkə yoxdur ki, rayon məhkəməsində baxılmış işlərin 100 işin ən azından 90'dan apelyasiya şikayəti geçsin. Apelyasiyada baxılmış işin 90'ı 100 işdən yenə 90'ı ali məhkəməyə geçsin. Bu şikayətlərin sayının belə olmaz. Normalda rayonda baxılan 100 işdən 3'ü uzaq başı gedə bilər apelyasiya. Apelyasiyada baxılmış 100 işdən biri ancaq gedə bilər ali məhkəmə. Yəni, rayonda baxılmış təxminən 1000 işin biri gedib ali məhkəməyə çıxa bilər. Məhkəmə deyək, qərar qəbul etdisə də 1000 iş üzrə. Qanuni qərardan 2 tərəf var. 500 nəfər, 500 nəfər. 500 işdən şikayət verilə bilər ki, burada 500 nəfər narazıdır. Amma niyə 1000-dən 900'ü şikayət edir? Ona görə ki, haqlı tərəfdə şikayət edir, haqsız olduğunu bilən də şikayət edir ki, mən pulumu verim, qanunsuz qərar qəbul edərəm. Bu 3 hakimiyyət sistemi olan yerdə istənilən amnistiya, istənilən prezident fərmanı, istənilən qanun Azərbaycanın situasiyanı dəyişməz. Bəli, belədir ki, indiki münasibətlər sistemindən, məhkəmə sistemindən, qanunvericiliklə bu amnistiyanın iqtisadiyyatın şəffaflaşdırılmasında bir rol olacaqmı? Yoxsa keçmişdə SSR dövründə kimi amnistiyadan 2 il sonra yenə ondan pis vəziyyət yaranır. Azərbaycan bugün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmir. Məsələn, deyək ki, orada
müəyyən qaydalar var ki, bütün üzv ölkələrin hamısına tətbiq olunmalıdır. 39-a qədər qanun layihəsinə, qanuna və yaxud dəyişiklik edilməlidir və qanun qəbul edilməlidir. Azərbaycan bunu etmək istəmir və yaxud etmir. Mən yenə deyim də, Azərbaycanın həm Ümumi Dünya Ticarət Təşkilatına, həm Avropa Birliyinə deyək, qəbul olunmasını bilərəkdən yubatması ancaq bir şeylə bağlıdır. Bizim hakimiyyət qanunlara əsaslanıb şəffaf işləmək istəmir. Öyrüğünü davam etdirmək istəyir. Amma mən əminəm ki, hakimiyyət artıq anlayıbdır. Ben bir daha təşəkkür edirəm. Fazil Məmmədovun amnistiya, maliyyə amnistiyası ilə bağlı çıxış etməsi onun öz xoşundan deyil. Ona görə ki, artıq dünya Azərbaycanı sıxıbdır. Rusiyanın münasibəti bəlli. Rusiya bizə düşmən gözündədir. Və Qərbin də münasibəti bəllidir ki, Qərb mənə deyir ki, mənlə olmaq istəyirsən sənə şəffaflıq yarat, rüşvəti götür. Və bunu bizim hakimlər elə bilər çox sanda. Bu adı bir şeydir. İndi asal xidməti yaranıb. Mənə məsələn dünənlərim, yəni sosial şəbəkə orada oxudum, dünən 6 ay görüşüb yazıbdır. Mən sürücülük vəsiqəmi dəyişməyə 5-10 dəqiqə vaxt sərf elədim, həmən aldım. Demək, hakimiyyət istəsə bunu edə bilər. Amma istəmir. İstəmir ona görə ki, bu yığdığım məndə doymuyor hələ. Amma hakimiyyət anlamalıdır. Bax, yığırsan, artıq ər səddədir. Bununla sən doymasan, yığdığını da kusmalı olasın. Amma bu asan xidmətdən söhbət etdiniz. İndi hansı sistem işləmir? İdarəetmə sistemi işləmir. Ona bir alternativ xidmət yaradılmalıdır. Bəs o birisinin cəzası nədir, işləməyənin cəzası nədir? Görmə deyirəm də. Yəni, korrupsiya, rüşvətin mənbələri var da, bunu yaradan səbəblər var. Əgər alternativ xidmət yaxşı işləyirsə də, bəs əsas xidmət niyə işləmir? Tapdırmadım. Mən indi bayaq dedim onu. Asan xidmət günlərim işləyir. Az bir deyək, xidmət sahəsində də olsun, dürüst işləyir. Demək, bu hakimiyyət o dürüst işləyən sistemi yarada bilər. Mən də deyirəm ki, yaratmaq istəmir. Bu nətarət kontorları. Fikrət məndən bilmir ki, bu nətarət kontorları rüşvətlə də hamısı. Gözəl bilir. Niyə gözləyir o? Onun bir maraqları var, o yığılan rüşvətlərin bir hissəsi ora gedir. Yəni, zakslarda baş verənlər, məhkəmələrdə baş verənlər, bunlar hansı gözəl bilirlərdir. Ona görə ki, o sistemə başçılıq edənlər bu qanunsuzluqdan yararlanırlar. Onların gəlir mənbəyi. Heç kimi ittiham edə bilmərik. İndi yəni qanunvericiliyə görə, qarşı tərəf burada olmadığına görə, onlara qarşı ittiham irəli sürəndə onların özləri cavab verməlidir. Onların da cavab hüququnu biz tanıyırıq Obyektiv TV və hər zaman Obyektiv televiziyası vasitəsilə belə tənqidlərə cavab verə bilərsiniz. Tapdırmadım. Bundan 3 il qabaq Bakı İcra Hakimiyyəti, 3 il 2 il qabaq Bakı İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti çıxış elədi. Dedi ki, qanunsuz tikililər sənədləşdirilməlidir. Yadınızdan sonra mən mətbuatda dərhal sonra dedim ki, o rəsmiləşdirilə bilməz. Ona görə ki, orada milyardlarla pul var. Onu eləməyəcəklər. Ona görə ki, bu məmur sinifi həmin o görə 500 dənə qanunsuz tikilinin özəlləşməsi yəni bu milyardlarla bir daha deyilən puldur və bunu da bunlar əldən vermək istəmir. Əgər elə deyilsə da, niyə prezidentin dediyi üzrə olunmur? Yaxud. Prezident öhdəlik qoyubdur Nazirlər Kabinetinin üzərinə ki, 3 ay müddətinə məmurların gəlir bəyannaməsi ilə bağlı formasını təsdiq edib prezidentə təqdim eləsin. 2005-ci il, bu da 2014-cü il. Hələ təqdim edilməyibdir. Heç kim də məsuliyyət danışmır. Nə hərəkətsizliyə görə, nə prezidentin sərəncamını pozduğuna görə heç kim heç bir məsuliyyət. İndi bu dəqiqə ən aktual mövzulardan biri də bu kütləvi yenə köçürmələrin olmasıdır. Mən tərəfdarıyım ki, köçürmələr olmalıdır. Ona görə ki, o tikilər insanların yaşaması üçün də artıq təhlükəlidir. Amma bu qanun olmalıdır. 10 ildir bu barədə təkliflər olur, dəfələrlə çıxışlarında səsləndirmişəm bunu. Çünki bu çox basit bir şeydir. Sən həmin ərazi üzrə müəyyən elə ki, hər kvadrat metri, yenə deyirəm, konkret, qısa, hər kvadrat metri 2000, 3000, yaxud 1000 manat ölçülür xarici divarla, yaxud daxili divarla, tikinti olmayan sahə daxil olur, ya olmur. Bunların həmsini de qanunvericilik aktını qəbul edirlər, ondan sonra vətəndaşa deyirlər ki, bu qanun əsasında sənə ödənməlidir. Niyə bunu eləmirlər?
Onu yoğurlamaq lazımdır oradan da. İndi bir nəfər əlini tapırlar, bu əli düşür hamıdan başlayır, kimdən 5 manata, kimdən 10 manata. Kimə zor tətbiq etməklə, kimə xoş gəlməklə, kimin butkasını bağlamaqla, kimə sifariş göndərməklə ki, vergi Hər gələcək. halda mülkiyyət konstitusion hüquqdur və müqəddəsdir, toxunulmazdır. Mülkiyyət üzərində sərəncam hüququ onun sahibinə məxsusdur. Nəysə, burada dayandıq. Çox sağ olun, təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Təşəkkür edirəm. Bugünkü qonağım Vəkil Aslan İsmailov idi. Sağ olun, sağlıqla qalın, gələn görüşlərə dək.